uşaqlarınızı tərbiyə eləməyə çalışmayın. Çünki hər bir halda onlar sizə oxşayacaqlar. Hər bir valideyn istəyir ki, övladı üçün yaxşı olsun. Heç kim pisliyindən eləmir övladının. Amma tərbiyədə bir çox hallarda verdiyimiz ciddi nöqsanlar ola bilir. Bir əməkdaşımız valideynlərlə bağlı deyir, mən əvvəllər valideynimdən inciyərdim, anamla. Sonra bir söz eşitdim ki, valideyn axı ilk dəfə də ana olub. Hər uşağının öz keçid dövrü də onun üçün yenidir. Bəzi səhvlərə hamı yol verə bilər. Valideyn hər şeyi bilmir ki, ondan sonra deyir, mən daha anamdan incimədim. Valideyn olaraq əlbəttə ki, böyük məsuliyyət boynumuzda var, hamımızın da. Hamının bildiyi məşhur bir deyim var ki, uşaqlarınızı tərbiyə eləməyə çalışmayın. Çünki hər bir halda onlar sizə oxşayacaqlar. Özümüzü tərbiyə eləmək lazımdır. Bu deyimi nə qədər də desək azdır. Və yaxud da o gün bir söz, qəşəng bir söz eşitdim bir psixoloqdan. Deyir ki, uşağın yanında birinci dava etməyin, valideynlərə deyir. Amma bəzən dava edirsinizsə deyir, gəl keçək mətbəxdə, uşağın yanında olmasın. O daha yaxşı olar onun yanında olsun, nəinki? Çünki şübhə həmişə olduğundan artıq olur. Uşaq fantaziyası daha bir qışqırıq, onun üçün artıq vurmaq. Bir vurmaq artıq daha fərqli fəsadlar. Yaxşı olan budur ki, uşağın yanında olsun bu. Hər vaxtda, hər zamanına görə uşağa individual yanaşmaq lazımdır. Təbii ki, valideynlərin də bilgilənməyi mütləq lazımdır. Yoxsa fikirlərini övladlar da onlarla bölüşməyəcəklər.